Son zamanlar məktəbdə bir çox ərazilərdə, yəni istər regionlarda olsun, istər digər hallarda olsun, uşaqlarda bıçaqlanma hadisəsi, son olan İdrak liseyindəki hadisə. Bunların səbəbi nədir Fazil bəy? Bunların səbəbi birinci məktəbin çevrəsinə baxmaqdır. Məktəbin həyəti nə qədərdir? Məktəbin həyətində uşaq fiziki enerjisini sərf eləmək üçün genişlik varmı? Bu genişlik əksər məktəblərdə yoxdur. Vaxtilə evlərin, şəxsi evlərin məktəb həyətlərinə gəlib daxil olması, məktəbin içinin şəxsi evlərdən görünməsi və şəxsi evlərin də məktəbdən görünməsi o qədər yaxşı bir hal durum yaratmadı. Və məktəbin yanında siqaret qutularından tək siqaretlərin satışının yığışdırılmaması, qəlyanxanaların yığışdırılmaması, qəlyan mühitinə stimullaşdıraraq uşaqların məqsədyönlü şəkildə cəlb olunması və bir də demək ayrı-ayrı məkanlarda internet vasitəsilə ayrı-ayrı filmlərə, deyək ki, müəyyən qorxuducu və kriminal xarakterli filmlərə yönəlmə, sonra kriminal ədəbiyyatın və təbliğatın geniş yayılması. Məktəbdə məsələn diqqət edirsinizsə, biz özümüz də öz nümunəmizdən deyirik, hansısa bir nadir hallarda cəmiyyətin tanınmış insanları ilə görüş keçirilir. Halbuki bu 10-cu, 11-ci sinif uşaqlarını imkan yaratmaq lazımdır, cəmiyyətin uğurlu insanları ilə görüş keçsinlər və o söhbətləri dinləsinlər və onları doğru yönləndirməklə, onları kitaba doğru yönləndirən müəllim kateqoriyası çox zəifliyibdir. Və məktəbdə müəllimlərin də daha çox təcrübəyə yox və psixoloji hazırlığa yox, sertifikat ya da əzbərlədiyi bilikləri yaxud da bilgiləri nəticəyə çevirmə demək yarışına qoşulduğuna görə nə uşağı hazırlayan müəllim normal səviyyədədir, nə də ki məktəbə gedən uşaq və nə də ki ona demək müəyyən dərəcədə nəzarət eləməli olan valideyn. Bir çox hallarda valideyn də müəllimlə özündən aşağı bir kateqoriya insan kimi danışanda, özünü müəllim qarşısında yekəxana aparanda, müəllim də uşağa hansısa bir şəkildə təsir etmə imkanını itirir. Bax, bunlar hamısı əlaqəlidir və sabah artıq bu uşaq ya bıçaqla gəlməlidir, ya tüfənglə gəlməlidir, ya da ki, hansısa bir şəkildə məktəbin ayaq yolusunu yoxlayanda bir çox məktəblərdə orada şprislər, deyək ki, hansısa bir şəkildə siqaretlər və başqa məsələlər tapanda heç kim təəccüblənməməlidir. Bu başqa cür necə yetişə bilər? Bunu necə idmana, başqa yerlərə səfərbər edə bilərik? Çox çətin məsələdir və ona görə də sistemli və vicdanlı bir iş aparmaq lazımdır təhsildə. Təəssüf ki, bu görüntülər, bu istiqamət hələ ki müşahidə olunmur.